9-cu sinif güvən kitabında belə bir sual var. Deyir, kök altı 10 ilə kök altı 20 arasında yerləşən tam ədədlərin sayını soruşur. Deməli, biz bilirik ki, tam ədədlər 9 yazsaq, deməli 4 yazsaq, sonra kök altında 1 yazsaq və kök altında 0, bilirik ki, kök altından 0 çıxır, çünki rasional ədəddir. Burada -3, -2, -1 və deməli yazarıq 1 çıxdı. Kök altında 4-dən 2, kök altında 9-dan yenə 3 və kök altında 16-dan isə nə çıxacaq? 4. Deməli, və onu da qeyd edeyim ki, baxdı, neçə dənə oldu? 3 dənə burada, 5 dənə burada, elədi neçə? 8 dənə deməli tam ədəd yerləşir. Və onu da qeyd edim ki, əgər mənfi kökün altında olsaydı, deyərdik ki, mənası yoxdur.